Uşaqlarım rastıma bir şey çıxdı. Baxdım, gördüm ki, Vəfanın oğlunla Şəbnəmin oğlu əl-ələ tutublar. O da mövzulardan biri idi. Gördüm ki, gündəm olubdu. Tutublar əl-ələ, uşaqları oynadılar. Və biz də bunu istəyirdik də, və biz də bunu deyirdik də. Siz də bəsdirin, ayıf bir mahnıya görə özünüzü biabr eləməyin. Siz ki, belə eləyəcəydiniz, niyə dalaşırdınız bir mahnıya görə? İndi də Vəfa gözünə dönüm, götürüb o bəstəkarı veribdi məhkəməyə. Deyir, onların qırğınları gedir, davaları gedir, bir-birlərini yolurlar. Bəstəkar da ki, cavan bir gənc oxuyan qızımızdır. İndi Vəfa, sən böyüklüyünü göstər, bu söhbəti keç. Artıq Şəbnəmin oğlunla öz oğlunu əl-ələ tutturdunsa, Tolikin uşağının xeyir işində. Mən düşünürəm ki, barışdan daha yaxşı olar. Lazım deyil, ayıfdır. Olan olub, keçən keçir. Bir-birinizi bağışlayın. Bu dünyadan heç kim heç aparmayacaq. Vallahi mənim düzgün sözümdür. Heç kim.